Bəzən mətndə elə məsələlər olur ki, mətnin bütünlüyü ilə alt-üst edilir. Məsələn, Mirzə Ələkbər Sabirin məşhur şeirlərindən biri var da, qəzəli var, təsəvvüf yoluna aid bir qəzəldir. Deyir ki, istəsən könlüm kimi zülfün pərişan olmasın, ol qədər cövr et mənə, ah etmək imkanı olmasın. Dərdi eşqin qəsdi can etdisə, həm mən şakirəm, istərəm cismində dərd olsun, dəxi can olmasın. İzahı çox dərindir. Ancaq burada bir məsələyə mən toxunmaq istəyirəm. Burada Mirzə Ələkbər Sabir deyir ki, dərdi eşqin, eşqinin dərdi, qəsdi can, canıma qəsd etdisə, həm mən şakirəm, mən şükr edərəm, ilahiyə şükr edirəm ki, mənə qəsd edir. İstərəm cismimdə dərd olsun, dəxi can olmasın. Can ruh deməkdir. Deyir, istərəm ruhun yerinə cismimdə dərd olsun. Ona görə ki, insan Allah dərgahından ayrı düşdüyünə görə Allaha can atır. Rast muğamının mənası da odur. Amma xanımdələr burada şükr edirəm sözünə. Deyirlər ki, dərdi eşqin qəsdi can etdisə, həm mən şakirəm əvəzinə. Deyirlər, dərdi eşqin qəsdi can etdisə, həm mən şakərəm. Şakərəm sözü isə, şakər fars sözüdür. Yaxşı anlamda olmayan həvəs mənası verir. Ulan kəsin bu şakəridir, hətta belə deyirlər. Mətin bütünlüklə mətin pozulur. Ancaq bunun üzərində belə bir məsələ qaldırmaq istəyirəm eyni zamanda ki, məsələn, yazılı ədəbiyyatdan müəyyən qədər fərqli olaraq, xalq mahnılarımızda mətinlərin özünə də ifrat dərəcədə yanaşmaq olmaz. Bizim xalq mahnısı var, deyir, dağların başı qışda qar olar, yar yarın görməsə rəngi saralar. Mətnə nəyə görə deyirəm, ifrat dərəcədə yanaşmaq olmaz. Məsələn, onda sual meydana çıxır. Əgər o cür mətnə məntiqi yanaşırıqsa, onda sual meydana çıxır. Dağların başı nə zaman qar olmur ki? Yəni, başqa vaxt dağların başı qar olmur. Burada nəyə görədir? Qar olar ona görədir ki, saralar sözü gəlir. Ataş müəllim bayaq dediyi kimi. Daxili qafiyə gəlir. Əgər o dağların saralar olmasaydı, göyərəri olsaydı misra, poetik baxımdan, onda o qar ələr, çən ələr olacaqdır. Əsas havacatda, xalq mahnılarında, muğamda ötürülmə avazdır. Mətnin özü deyil. Mətin köməkçi vasitə daşıyır. Vaxtilə Təyyar Bayramov bir təsnif vardı, o oxuyurdu, deyir, hansı vəfadarın vəfadarısan? Gəl görüm kimin yarısan? Orada da bax, məsələn, bir də maraqlı bir şey nədir? Vəfadarın vəfadarı olmur. Hansı bəxtəvərin vəfadarısan?